Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə map, filter və reduce metodları haqqında danışacağıq. Bunların istifadəsini sizə göstərmiş olacağım. Sol tərəfə bağlayıram burada. Baxın, ilk öncə gəlin burada ECMAScript 5-ə baxaq. Biz ECMAScript 5-ə baxdığımız zaman W3 School-dan baxa bilərik. Fikir verin, burada deməli for each var. For each-i keçmişik biz. Amma burada map, filter və reduce metodları var. Hal-hazırki dərsimizdə bunları keçmiş olacağıq biz. Və niyə görə bunları belə deyək də tədrisin bu hissəsində keçirəm? Çünki funksional proqramlaşdırmanın prinsiplərinə uyğun metodlardır. Onun üçün ilk öncə funksional proqramlaşdırmanın məntiqləri, prinsipləri haqqında sizinlə danışdım və ondan sonra da bu metodları keçmək qərarına gəldim. Map'də, filtrdə, reduce'də qeyd etdiyim kimi funksional proqramlaşdırmanın prinsiplərinə əsaslanan metodlardır. Ona görə də tədrisin bu hissəsində bu 3 metodu da sizə göstərmiş olacağam. Təbii ki, bunların for each ilə fərqini də göstərəcəm sizə. Ümumilikdə yəni göstərmək istəyirəm ki, ECMAScript 5-də olan özəlliklərdir bunlar. Bu 3 metod ECMAScript 5-də olan özəlliklərdir. İndi isə gəlin keçək dərsimizə. Bizə lazımdır burada nə? Bir dənə array lazımdır ki, o array üzərində belə deyək də dəyişikliklər aparaq. Çünki nəticədə bu metodları arraylər üzərində yoxlayacağıq. Const yazıram bura. Məsələn, array yazıram bura. Deməli 1, 2, 3, 4 və 5. Bunlar olsa kifayət eləyəcək. Rəqəmlər yazdım array üzərində. İndi düşünün ki, biz bu array'in içərisində olan elementlər ki var, itemlar ki var, yəni 1, 2, 3, 4, 5 bunlar ki var. Bunların 2 mislini almaq istəyirik. Yəni 1-in yerində 2 dayanacaq, 2-in yerində 4, 6, 8, 10. Bunun 2 mislini almaq istəyirəm. Mən bunu for each ilə etsəm, mütləqdir ki, side effect olmalıdır orada. Gəlin yazaq baxaq, daha sonra maplə göstərim. Məsələn, for each ilə yazsam əgər mən bunu, funksiya yazıram bura. Burada indi item ya da value kimi tuta bilərik də bunu. Value kimi tutdum. Və təbii ki, bizə burada digərləri də lazım olacaq. Baxın, index lazım olacaq, i də deyə bilərsiniz sadəcə, bir də array lazım olacaq. Təbii ki, bunlar da şərti adlardır, fərqli adda yaza bilərsiniz. Mən indi burada nə yazacağam? Array'in, yəni bu array'in bu indeksində duran, hansı dövrdə gəlibsə, həmən indeksində duran elementin valuesunu 2 misli olsun. 2-yə vuraq. Baxın bu formada. İndi gəlib CG deyib, array yazsam, kontrol eləsəm, 2, 4, 6, 8, bunu da hətta biraz böyüdək. 2, 4, 6, 8, 10 cavabı çıxdı bizim üçün. Array hal-hazırda bu vəziyyətdədir. 1, 2, 3, 4, 5-dir. Mən burada for each ilə bunun elementlərini 2-yə vurmuş oldum. Amma fikir verin, burada side effect var. Kənara təsir etmiş olduq biz. Elə deyil. For each-də height order function ola bilər, amma pure function deyil. Çünki geriyə return eləmir. Aydındır? Yəni nəsə yazıb bərabərləsək, götürsək, o bizə bir şey return eləməyəcək for each. Amma birbaşa array'ə təsir etdi. Hə, deyə bilərsiniz ki, mən burada datanın dəyişməməzliyi olmalıdır. Yəni bu sabit olaraq davranmalıdır. Hə, deyə bilərsiniz ki, mən burada məsələn const new array deyərəm bu formada. Boş array təyin edirəm, buna push eləyərəm bunun value'larını. Bunu da eləyə bilərəm, amma nəticədə yenə side effect olacaq. Çünki kənardakına təsir edəcəyik biz. Fikir verirsiniz? Yəni kənardakına təsir etməliyik məcbur formada for each-dən istifadə etdiyimiz zaman biz bu belə deyək də çıxdığını almaq üçün kənara təsir etməli oluruq. Və bu da side effect sayılır. Aydındır? Burada bir şey dediyimizsə, məsələn burada constla yazmışıq array-i, bu referans type-dır. 2, 4, 6, 8 oldu. İçərisini dəyişdirə bildik, fikir verin. İçərisini dəyişdirə bildik. Amma məsələn mən gəlib burada sadəcə array deyim, məsələn buna başqa bir şey mənimsətsəm, baxın. Kontrol edirəm. Baxın deyir ki, constant variable-dır bu. Bunları da hətta Ctrl-KC eləsək, Ctrl eləsəm, baxın deyir constant variable-dır. Yəni bunun referans ünvanını dəyişən mənəm. İçərisini dəyişə bilərəm, obyektlərdə də bu belədir. Arraylərdə də eyni qaydada. Amma içərisini dəyişə bilərəm, amma onun referans ünvanını dəyişən mənəm. Konstantla təyin olunduğu zaman. Aydındır? Bunu da bilmək lazımdır. İndi qaydaq bura. Kontrol edirəm. Yəni nəticədə qeyd etdiyim kimi for each-dən istifadə ediriksə side effect %100-dür ki, orada olmalıdır ki, bu çıxdığını alaq biz. Aydındır? İndi bunu Ctrl-C eləyirəm, Ctrl-KC eləyirəm. Bu for each-lə yazılışı idi. Map-lə yazılışı isə, baxın, map də for each-lə demək olar ki, bütün işləri eyni eləyir. Amma sadəcə fərqi odur ki, o yeni bir array-də return eləyir geriyə. Yəni bu datanı bu array-in üzərində dəyişməyə ehtiyac qalmayacaq. O yeni bir array yaradacaq. Bu datanı o array-yə verəcək və onu biz artıq alıb istifadə edə biləcəyik. Burada sadəcə map yazıram mən. Baxın, map yazdım. Artıq burada indeksdə array-dir. Bunları da ala bilərsiniz. Baxın. Hətta bu vergülü yazıram. Value-dur, indeksdə array-dir. Eyni for each-də necə istifadə etmirik? Yəni almırıq. Deməli value bunun burada duran 1, 2, 3, 4, 5-dir.
indeks nömrəsi, yəni 0, 1, 2, 3, 4 bu formada gedir. İndeksləməni bilirik. Array də bu array-in özünü qaytarır bizə. Map'in içərisindəki callback function da bu formada işləyir. Yəni bu funksiyanın parametrləri də bu formada işləyir. Amma bizə hal-hazırda tək value lazımdır. Mən nə edəcəm burada? Bir dənə bunu edəcəm. Baxın, return eləyəcəm nəyi? Value-nun 2 mislini. 2 mislini. Və bu return eləyir. Fikir verin. Bu artıq array üzərində dəyişiklik olmadı. Bu okey. Yəni array burada konsola yazmışam. Eyni. Buradakı nəticə onu verir bizim üçün. Amma bu yeni bir array qaytardı. Ona görə const deyirəm. New array deyirəm. Buna mənimsədirəm. Baxın, bu map artıq yeni bir array qaytardı. Bunu da buradan silək ki, eyni adda olmasın. Kontrol edirəm. Və gəlib burada CLC deyib nəyi? New array də yazsaq. Kontrol edirəm. Baxın, 2, 4, 6, 8, 10. Fikir verin. For each ilə bunu yaza bilmərik, bax biz. Çünki for each geriyə return eləmir. Amma map müəyyən bir parametr alır, ona uyğun datanı geri return edir. Aydındır? Yəni hər dövrdə bu da dövr eləyir üzərində. Yəni array-in üzərində dövr eləyir. Amma burada birinci məsələn gəldi 1, elə deyil. 1-i vurdu 2-yə. Cavab oldu 2. Onu push elədi yeni yaratdığı array-ə. Sonra ikinci dövrdə 2 gəldi. 2-ni vurdu 2-yə 4. Onu push elədi bu array-ə. Sonra 3 gəldi. 3-ü vurdu 2-yə, return elədi. Nəyə? Yeni array-ə 6, 8, 10 bu formada oldu və onu geri return elədi. Mən burada new array adı ilə tutdum. Aydındır? Onu da konsola yazanda bu formada gəldi bizim üçün. Məsələn, map React-da olmazsa olmazlardan biridir. Komponentlər falan üzərində fırlanır. Məsələn, eyni struktura malik datalar gəlirsə bizə, onu belə deyək də müəyyən bir sxema içərisinə otuzdurub harasa yazmalıyıqsa, orada mapdən istifadə olunacaq, return eləyəcək komponenti. İnşallah React dərslərində onlar haqqında danışarıq. Yəni map'i də bilmək lazımdır ki, həm pure functiondur, həm high order functiondur, həm də ki geriyə return eləyəndir. Yəni pure functiondırsa, deməli zaten geriyə return eləyən olacaqdır, aydındır. Yəni bu formada. Map'in for each-dən fərqi budur. Bu belə. Bunu yazdıq. İndi bunu Ctrl-C eləyirəm, Ctrl-K-C eləyirəm. Bunların da məsafələrini biraz açaq. İndi gəlirik nəyə baxırıq? Filtrə baxırıq. Baxın, filtrdə adından göründüyü kimi datanı filtr eləyəcək. Müəyyən şərtə uyğun filtrləmə aparacağıq biz. Yəni burada array-imiz var. Deməli, array üzərində sadəcə filtr çağırıram burada. Baxın, filtr çağırıram burada da. Hətta bunu da göstərim. Baxın, value-dur, indeksli array-dir. Yəni eyni formada eyni parametrləri alır. Aydındır? Value qeyd etdiyim kimi o 1, 2, 3, 4-dür. Indeks 10, 0, 1, 2, 3 bu formada davam edir. Array də array-in özünü qaytarır. Bizə hal-hazırda value lazımdır. İndi mən burada return eləyəcəm nəyi? Baxın, deyəcəm ki, value-nu indi düşünün ki, cüt ədədləri almaq istəyirəm. Bunu da adını eləyək nə? Even numbers eləyək bu formada və bunu da Ctrl-C eləyək, Ctrl-V ilə yapışdıraq bura. Bu formada olsun. İndi burada şərt yazmalıyıq. Baxın, value, mən burada return-də şərt yazmalıyım. Yəni, value-nu böləndə, faizlə böləndə, cütləri almaq istəyirəm də, faizi yazaq. 2-yə böləndə, əgər bərabərdirsə 0-a, bunu return elə. Baxın, Ctrl-S eləyirəm. 2-4 cavabı qayıtdı bizim üçün yalnız. Bunu mən normalda formla yazanda necə eləyirdim? If yazırdım, böləndə budursa bunu push elə, bu even ələm deyilsə boş keç falan filan elə deyil. Amma filtrlə sadəcə bu formada yazmaq olur. Hətta bunun daha qısa yazılışı var arrow funksiyonlarına. Həmin arrow funksiyonlarla yazanda lap qısa formada olur. Amma arrow funksiyonları keçmədiyimiz üçün hal-hazır ki bu dərsdə onu göstərmirəm sizə. ECMAScript 6-da, yəni bir neçə dərs sonra çox az qalıbdı artıq. Bir neçə dərs sonra arrow funksiyonlar keçəcəyik. Artıq onları da burada istifadə edə bilərsiniz. Yəni burada funksiya yazmayacağıq bu formada. Sadəcə funksiya yazacağıq. Sadəcə bu formada funksiya yazmayacağıq da, yəni arrow function yazacağıq. Yəni topda yekunda nə oldu burada? Value-nu 2-yə böldük. Burada nəticə necə oldu? Baxın. Value-nu 2-yə böldü faizlə. Əgər 0-dırsa, buradan true cavab çıxdı. Ona görə də bu dövrdə gələn value-nu bu yeni array-ə əlavə etmiş oldu. Return elədiyi array-ə əlavə etmiş oldu. Amma məsələn, burada 3 gələndə düşün, 3 gəldi, value-nun yerində 3 var. Value-nun 3-ü 2-yə böləndə 0-dır qalığı. Yox, 0 deyil. Ona görə buradan false çıxdığı üçün onu əlavə etmədi. 3 əlavə olunmayıb, fikir verin. 1, 3, 5 əlavə olunmayıb. Amma 2, 4 əlavə olunub. Hə, bu formada yazsaydıq, baxın. Bu formada yazsaydım, baxın, 1, 3, 5-i əlavə edəcək. Yəni mən deyirəm ki, qalığı 2, daha doğrusu faizlə 2-yə böləndə 0 olmayanlar. 1-i 2-yə böləndə faizlə qalıqda 0 olmur. Bura true çıxdığı üçün həmən value-nu əlavə edir bura, yəni 1-i əlavə edir bura. Aydındır, bu da filtrdir. Müəyyən şərtə uyğun dataları yeni bir array-də toplayır, bizə qaytarır. Aydındır. Bu da filtrləmədə çox istifadə olunan bir metoddur. Ctrl-C edirəm və bu da pure function-dır. Bu da filtr metodu və qaldı burada reduce. Yəni reduce-a da yazaq baxaq. Bunu yox, bunu götürək buradan. Ctrl-C edirəm. Ctrl-V edirəm. Yanlış götürmüşük, eyb yox. Ctrl-K edirəm.
Array'imizi də götürək burada. İndi reduce-a baxacağıq. Reduce isə bizə geriyə sadəcə bir nəticə qaytaracaq. Örneğin mən bunun içərisində olan bütün bu belə deyək də value-ları toplamaq istəyirəm. Yəni 1, 2, 3, 4, 5 deyil bunlar. 1 üstə 2 gələndə neçə eləyir? 3, 3 üstə 3 gələndə 6, 4 eləyir 10, 15. Elə deyil. Mən bunu reduce-dan toplaya bilərəm. For-la da yaza bilərik. Biz necə yazırdıq for-la məsələn? Total təyin edirdik, total 0 başladırdıq. Hər dövrdə gələn value-nu əlavə edirdik totala. Sonra bir növbəti dövrdə totalın nəticəsi olurdu nə? Totalın öncəki dəyəri, yeni dəyəri nə olurdu? Öncəki dəyəri üzərinə gəlsin gələn value. Elə deyil. Bu formada dövr eləyirdik biz. Burada da əslində məntiq olaraq o formada irəliləyir, amma reduce bizə daha qısa yazış belə deyək də təqdim edir və geriyə də return edir. Bura indi deyirəm total. Baxın, total dedim buna və return eləyəcək burada da. Amma burada necə olacaq? Baxın. Bunu da return reduce eləyirəm. Reduce yazıram. Bunlar da qala bilər. Bu da problem deyil. Bir də bunu Ctrl-C edirəm, Ctrl-V edirəm. Bura bu formada qalsın. Burada necə olacaq parametrlərimiz? Baxın, burada akkumulyator deyilən bir şey var. ASS yazılır çox vaxt. Baxın. Burada previous value da adlanır bu. Yəni başlanğıc dəyər demək əslində başlanğıc dəyər deyə bilərsə əslində, amma hər sonrakı o total yazırdıq biz for-da. Məsələn, hər hansı bir şeyi array-in elementlərini toplayanda total yazırdıq. Burada akkumulatoru həmin o total kimi başa düşə bilərsiniz. İlk öncə məsələn burada indi başlatma dəyərində initial value-nu da göstərəcəm. Məsələn 0 kimi başlada bilirik ya da array-in ilk elementi olaraq başlada bilirik. Yəni bu mümkündür. Bu akkumulyator odur. Daha sonra current var burada. Current isə axındır artıq. Yəni məsələn baxın, current ilk öncə olacaq 0 ilə başladanda 1 olacaq. Sonra 2 olacaq, 3 olacaq, 4 olacaq, 5 olacaq. Array-in sonuna qədər bunların hər biri olmuş olacaq, aydındır? Və akkumulyator burada nə olacaq? Akkumulyatorun yeni dəyəri olacaq, öncəki dəyəri üzərinə gəlsin current. Bu formada davam edəcək. Sonra növbəti dövrdə də artıq akkumulyatorun dəyəri yeni dəyərdir. Onun üzərinə də gələcək nəyə? Current. Bu formada davam edir və top yekunda sonda bizə return eləyir. Bir nəticəni, həmən nəticəni də burada tuturuq. Akkumulyator oldu dediyi, baxın. Akkumulyator oldu, burada da yazılıb, current yazılıb. Baxın, current yazıram, value yazmıram da birbaşa. Daha sonra current index var burada. Baxın, indeksdə yazmaq mümkündür. Yəni value-nin indeksini götürür, array-in özünü götürür burada da. Yəni o forestdə falan olduğu kimi də bu da indekslərdir. Aydındır. Amma mənə lazım olan hal-hazırda akkumulyatorla current. İndi bunu yazdıq. Gəlib burada return-də nə yazmalıyam? Baxın, əgər toplamaq istəyirəmsə, ASS üzərinə gəlinsin nə? Current. Bu formada yazıram. Baxın, Ctrl-S eləyəndə 15 cavabını mənə qaytardı. Bu array-i topladı, mənə qaytardı. İndi burada istəsəm əgər mən initial value verə bilərəm buna. Vergül yazıram, baxın. Mötərizədən sonra vergül yazanda özü də çıxarır. Baxın, initial value deyir bizə. Mən bunu 0 ilə başlada bilərəm burada. Eyni nəticə çıxdı zaten. 0 ilə başladanda baxın. Akkumulyatorun dəyəri, bunu da alta keçirdək, aydın görsənsin. Akkumulyatorun dəyəri, yəni bunun ASS-nin dəyəri olacaq 0. Current olacaq 1. Sonra bir sonraki dövrdə ASS olacaq artıq nə? ASS üzərinə gəlinsin. ASS-nin öncəki dəyəri üzərinə gəlsin. Current-in dəyəri. Yəni nə olacaq? 1 üzərinə gələcək 2-ni. 0 üzərinə gəldi 1-i, sonra 1 üzərinə gələcək nəyi? 2-ni, olacaq 3, sonra bir sonrakında olacaq 3 üzərinə gələcək 3-ü, olacaq 6, ASS olacaq 6, sonra bir sonraki dövrdə olacaq 6 üzərinə gəlsin 4, olacaq 10, ASS olacaq 10, current olacaq 5. Artıq bir sonraki dövrdə, son dövrdə nə olacaq? 10 üzərinə gəlsin 5, olacaq 15, aydındır? Və nəticəni bizə qaytardı. Yox, mən istəsəm bunu 20 olaraq başladım. Baxın, 20 olaraq başladığında ASS oldu 20, fikir verin. Current oldu 1. Artıq nə olacaq? ASS-nin bir sonraki dəyəri 21 olacaq, sonra 23 olacaq, 26 olacaq, 30 olacaq, 35 formada davam edəcək. Baxın, 35 cavabı bizə qayıtdı. Aydındır? Yəni istəsəm əgər mən sadəcə burada olanları toplayım, sadəcə istəsəm burada olanları toplayım, bu zaman bunu 0 olaraq başladarıq bu formada və yaxud da ki, heç başlatmarıq. Bu formada sadəcə belə yazarıq. ASS 1 ilə başlayacaq burada artıq. Bunu eləyə bilərik. Amma yox, mən istəyirəm ki, bunun üzərinə ən azı, məsələn, 20 olsun, sonra üzərinə bunu yazsın, onda initial value verə bilərik. Aydındır? Bu da belə. İndi burada vergül yazıram, məsələn, 5 ilə başladıram, 20 cavabı çıxsın. Bunu da bilin ki, bu initial value-dur. Reduce-da bu formada, yəni bir array-də olan, məsələn, toplamaq üçün, vurmaq üçün nə üçünsə istifadə edirdi. Yəni bir dənə nəticə qaytarır, number qaytarır. Return elədi bizə, onu total olaraq tutduq burada və konsola yazdıq. Bu da bizim reduce metodumuz. Deməli, nəticədə map for each-ə bənzər iş gördünüz. Bunlar hamısı zaten dövr eləyir. Map amma for each-ə bənzər iş gördü, amma geriyə return elədi. Yəni öncəki dataya toxunmadı. Filtr yenə öncəki dataya toxunmur, sadəcə onun üzərində filtrləmə eləyir, yeni array yazır. Eyni ilə reduce metodumuzda. Yəni öncəki deməli
dataya toxunmur. Ondan sadəcə indi bizim istədiyimiz nədirsə, toplamadısa, nədirsə, onu bizə qaytarır. Bunların haralarda istifadə olunacağına gələndə, məsələn, filtrdir, adından göründüyü kimi filtrləmədə falan çox istifadə olunur. Map qeyd etdiyim kimi istifadə olunması çox gözəldir. İstifadə etməyinizi tövsiyə edirəm map'in. Daha sonra Redux-dan da bəzi yerlərdə ola bilər istifadə edəsiniz. Məsələn, for falan yazmağa ehtiyac qalmaz da. Birbaşa toplamaq istəyirsinizsə, hər hansı bir şeyi nəsə eləmək istəyirsinizsə, bu zaman birbaşa artıq Redux-dan yaza bilərsiniz. Hə, şərt deyil qeyd etdiyim kimi. Baxın, şərt deyil bunları mütləq bununla yazmalısınız. Bunların etdiyi işi görən başqa yöntəmlər var. Sadəcə bunlar bizə yəni yazılıb təqdim olunur da. Bu JavaScript engineerlər tərəfindən yazılıb bizə təqdim olunur. İstifadə etməyimiz bizim işimizi rahatlaşdıracaq. Amma şərt deyil, yəni mütləq deyil ki, %100 bundan istifadə etməliyik. Buna bənzər iş görən bir funksionallıq yazırsınızsa, onu da istifadə edə bilərsiniz. Bu sizin olduğunuz layihədən falan asılıdır. Yəni qeyd etdiyim kimi şərt deyil, sadəcə bilməyimiz yaxşıdır bunlar. Bu da belə. Bu üç metod haqqında bu qədər. Növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.